Dünən adları Nəriman Nərimanov, Əli Heydər Qarayev, Məmməd Həsən Hacınski, Çingiz Yıldırım idi. Bəs bu gün adlar nədir? Kimlərdir onların davamçıları? Bu yayımda məqsədim sizlərə tarixdən danışmaq deyil. Əslində heç tarixi simaları da müzakirə etmək istəmirəm. Fəqət hər bir Azərbaycanlı özünə sual verməlidir ki, mən nəyin uğrunda mübarizə aparıram? Bax, bu sualın cavabını öncə tarixdə axtarmaq lazımdır. Çünki bizim apardığımız milli mübarizə istər-istəməz tarixdən müəyyən asıllığa malikdir. Elə ona görə də qısaca olaraq 5 qərinə əvvələ 28 aprel 1920-ci ilə qayıtmalıyıq. Azərbaycanın ilk respublikasının Rusiya tərəfindən işğal edildiyi tarix. İmperial dünyada ancaq 23 ay müstəqil yaşaya bilən Cumhuriyyətimizin son məclisi saat 20:45-də başlamışdı. Öncə tribunaya Məmməd Həsən Hacınski çıxdı. Bolşeviklərin rus dilində yazılmış məktubunu oxudu. Komünistlərin adından əgər hökumət təslim olsa 11-ci Qızıl Ordu Bakıya girməyəcək, dedi. Dediklərinə özü də inanmırdı. Növbəti natiqin sözü belə oldu. Onlar, yəni bolşeviklər, indi sür dərəyə deyirlər, biz də gərək sürək. Danışan sosialist Səmədağa Ağamalı oğlu idi. Bir neçə gün sonra mayın 1-də o, Xalq Komissarları Şurasında kənd təsərrüfatı komissarı vəzifəsinə təyin olunacaqdır. Ancaq parlamentin son toplantısında yaradılmasına özünün də dəstək verdiyi Cumhuriyyətin liderlərinə kişilik dərsi keçir və deyirdi. Təslimiyyətdən başqa çarə yoxdur. Çünki artıq iş işdən keçib. Doğrudur, biraz ağır gəlir ki, bu vaxta qədər ağalıq edəsən, sonra da deyəsən ki, Əli Heydər Qarayev, indi də gəl, sən otur. Kim idi Əli Heydər Qarayev? Yox, Azərbaycanı təslimiyyət dərəsinə sürükləyən təkcə o deyildi. Aprelin 27-sində Leninin göstərişi və Nəriman Nərimanovun sədrliyi ilə Azərbaycan Müvəqqəti Hərbi İnqilab Komitəsi yaradılmışdı. Özünü komandan kimi təqdim edən Çingiz Yıldırımın imzaladığı hədə ilə Cumhuriyyətin bu komitəyə təhvil verilməsi tələb olunur, əks halda atəş açılacağı bəyan edilirdi. Atəş əmri isə artıq verilmiş, Qırmızı Ordu Azərbaycana hücum çəkmişdi. Zira bolşeviklər işğalçı orduya qarşı xalqın üsyan edəcəyindən çəkinir və hilə işlədirdilər. Deyirdilər ki, güya qoşunlar Azərbaycandan keçməklə Anadoluda Mustafa Kemal Paşanın harayına gedir. Əslində, nə Rusiyanın Azərbaycanı işğal etmək planı, nə də Nərimanovun işğalçı bolşeviklərə obrazlı desəm bələdçilik etməsi təzə iş deyildi. Azərbaycanın dövlət müstəqilliyi 1920-ci ilin yanvarında beynəlxalq aləmdə de facto tanınmışdı. Lakin Qərb ölkələrinin bolşeviklərə qarşı dəstəklədiyi ağqvardiyaçılar məğlub olduğundan yaranan reallıqda Çar Rusiyasının müstəqillik qazanmış keçmiş müstəmləkələrinin taleyi arxa plana keçmişdi. Bolşeviklər hələ 1920-ci ilin yanvarında rəsmi nota göndərərək Azərbaycan hökumətinə Deniçin əleyhinə hərbi ittifaq bağlamağı təklif etmişdi. Cumhuriyyətin Xarici İşlər Naziri Fətəli xan Xoyski cavab notasında yazmışdı ki, Deniçinlə Sovet hökuməti arasındakı mübarizə Rusiyanın daxili işidir və Azərbaycan hökumətinin bu işə qarışması doğru olmaz. Bizimkilər fərqində idilər ki, Sovet hökuməti gənc respublikanı Deniçinlə münaqişəyə cəlb etmək, zəiflətmək və son nəticədə işğala məruz qoymaq istəyir. Odur ki, Azərbaycan hökumətinin mövqeyi Sovet Rusiyasını təmin etmirdi. Rusiyada Xoyskinin cavabını müzakirə etdilər və Bakını İngiltərəyə xidmət göstərməkdə susuladılar. Sizin İngiltərəyə münasibətinizi nə ilə izah etmək olar? Bu sualı isə Nəriman Nərimanov
hələ 1919-cu ilin yanvarında Həştərxandan Nəsib bəy Yusuf bəyliyə yazdığı məktubda səsləndirmişdi. Nərimanov məktubunda Cumhuriyyət qurucularını İngiltərənin təsiri altında simasızlaşmaqda, Rus fəhlə və kəndlilərinə nankorluq etməkdə suçlamışdı. Onları Rus proletariatı qarşısında təqsirlərini yüngülləşdirmək üçün meydandan çəkilməyə çağırmışdı. Nərimanovun səbirsizliklə gözlədiyi məqam yetişmişdi. O, şimalda itlənmiş süngünü Azərbaycanın qəlbinə sancmaq üçün Bakıya yol almışdı. Baş nazir Nəsib bəy isə öz firqadaşları satmışdı. Azərbaycan işğal olunanda Cumhuriyyətin etimadlı hökuməti yox idi. Müsavat Partiyasının daxilində gedən çəkişmələr nəticəsində Yusufbəylinin kabineti dəstəksiz qalmışdı. Yeni hökumət quruculuğu Daxili İşlər Naziri Məmməd Həsən Hacınskiyə tapşırılmışdı. O isə bolşeviklərin tərəfinə keçmiş, milli hökumətin əleyhinə çalışmışdı. Sonralar Məhəmməd Əmin Rəsulzadə onu Cumhuriyyətin süqutunun əsas faili adlandıracaqdı. Məhəmməd Əmin Rəsulzadə parlamentin son iclasında baş verənləri öz adı ilə çağırdı. Azərbaycan Xalq Cumhuriyyətinin qurucularından biri olan Rəsulzadə ultimatumu təcavüzkar adlandırdı. O, bolşevik ordusunun Türkiyənin yardımına getmək iddialarını yalanladı. Gerçəyi ifadə edərək Azərbaycanı işğal etməyə gəlirlər, dedi. İclasın gedişində daha bir dəfə söz alaraq təslimiyyətin əleyhinə aldığını söylədi. Lakin sözünün davamında firqələrin əksəriyyətinin tələbinə əsasən və daxili müharibədən yayınmaq üçün ixtiyarın kommunistlərə verilməsinə tərəfdar çıxdı. Axşam saat 23 radələrində parlament Azərbaycanda hakimiyyəti İstila ordusunun təzyiqi altında Müvəqqəti İnqilab Komitəsinə təhvil verdi. İndi gəlin Cumhuriyyətin son saatlarındakı vəziyyəti bir daha nəzərdən keçirək. Azərbaycanın istiqlalını aradan qaldırmaq istəyən xarici güc var. Bu Sovet Rusiyasıdır. Öz daxili problemlərini həll edərək toparlanıb və Rəsulzadənin dediyi kimi 1914-cü il sərhədinə qayıtmaq istəyir. 2. Beynəlxalq sistemində boşluq və ya biganəlik var. Britaniya, ABŞ və digər Avropa ölkələri Rusiya ilə savaşa girmək istəmirlər. Türkiyə Azərbaycana dəstək verə bilmir. Əksinə, öz xilası üçün Azərbaycanı yumşaq desək gözdən çıxardaraq Rusiya ilə anlaşmaq istəyir. Azərbaycandakı türk zabitlərinin çoxu Bakıya dönük çıxıb, Ruslar tərəfindən ələ alınıb və qarşı tərəfə xidmət edirlər. 3. Azərbaycan ordusu ermənilərlə savaşdadır. Dislokasiya edilməsi və şimaldan gələn işğalçı qüvvələrin qarşısına çıxarılması müşkül məsələdir. 4. Azərbaycanın istiqlalına qarşı çıxan və məmləkətimizin Rusiyadan idarə edilməsini istəyən qüvvələr var. Bu qüvvələrə Nərimanov liderlik edir. Onların təsiri altında Azərbaycanın ultimatum qarşısında təslim olmasına çalışanlar var. 5. Məsuliyyəti öz üzərinə götürən, xalqı səfərbər edən, parlamenti və hökuməti təmərküzləşdirən lider və təşkilat yoxdur. Hakimiyyət böhranı, siyasi parçalanma və hərbi itayətsizlik var. Başda Hacınski olmaqla Rusiyanın ələ aldığı və daxili parçalanma üçün istifadə etdiyi fiqurlar destabilizasiya yaradırlar. Bugün nəyin uğrunda mübarizə aparmalı olduğumuzu bu mənzərə çox bariz şəkildə ortaya qoyur. Əvvəla, Azərbaycan güclü liderə, qüdrətli orduya, çevik dövlət təşkilatına və tam milli institutlara malik olmalıdır. Bu baxımdan Prezident İlham Əliyev Azərbaycan üçün həqiqətən də olduqca böyük tarixi şansdır. Yeni dünya nizamının formalaşdığı bir mərhələdə İlham Əliyev dünya siyasət arenasında əsl lider obrazı yaradır.
daha bir əlamətdar məqam 2-ci Qarabağ savaşında qazandığımız tarixi zəfərdir. Bu zəfər sayəsində Azərbaycan öz geopolitik təhlükəsizliyini əsaslı dərəcədə möhkəmləndirir. Bizim bu böyük qələbəmizin arxasında dayanan başlıca amillərdən biri də milli həmrəylikdir. Deməli, ölkəmizdə ictimai rəy müxtəlifliyinin sosial zümrələr arasında kəskin ziddiyyətlərə çevrilməsinə imkan verməməliyik. Nəhayət, 28 aprel təcrübəsi göstərir ki, biz Güney Azərbaycan məsələsinin üzərində xüsusi dayanmalı və Azərbaycanın bütövləşməsini milli hədəf elan etməliyik. Azərbaycan təkcə Cənubi Qafqaz ölkəsi deyil və bizim strateji müqəddəratımız bu dar məkanda həll oluna bilməz. Ona görə də Azərbaycanın milli azadlıq məfkurəsinə qarşı çıxmış Əli Heydər Qarayevlərin hazırki davamçıları kimdir sualına cavabı da elə Güney Azərbaycan məsələsi verir. Diqqətlə baxsanız, qarşımızda nə qədər Məmməd Həsən, nə qədər Necati, nə qədər də Ocaq Necati görəcəksiniz.